Amnistiya aktı ilə azadlığa buraxılan müğənni Dəniz Əsədovaya ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ona qarşı Cinayət Məcəlləsinin 32.4.308.2 vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə, 32.4.313 vəzifə saxtakarlığına təhrik etmə, 32.311.3.3 təkrar külli miqdarda rüşvət almağa təhrik etmə, 32.312.3.3 rüşvət verməyə təhrik etmə, 320-ci rəsmi sənədləri, dövlət təltiflərini, mühürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin növbəti prosesi martın 19-una təyin edilib. Gəncə şəhər məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Elçin Məmmədovun sədrliyi ilə prosesdə şahidlərin dindirilməsi davam etdirilib. Şahidlərdən ilk olaraq Namiq Mehdiyev ifadə verib. O bildirib ki, övladı Gündüz Abbasovun yanına fərdi hazırlığa gedib, lakin ilkin imtahan nəticələri uğursuz olub. Övladının yüksək bal toplaması müqabilində müəllimə 8.000 manat verəcəyini bildirib. Deyib ki, həmin məbləği imtahan nəticələri açıqlandıqdan sonra verəcəkmiş. Daha sonra imtahanlarda iştirak edən Adil Mehdiyev ifadə verib. O deyib ki, texniki avadanlıqlar imtahana bir neçə saat qalmış quraşdırılıb. Məlum olub ki, o avadanlıqların köməyi ilə 200-dən artıq bal toplayıb.